Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, əziz tamaşaçılarımız. Qopuz TV-də yenə Azad İskəndərlidir sizinlə. Mən bir məsələ ilə bağlı danışmaq istəyəcəm indi. Demək, bugün səhər saatlarından, düz bax indiyə qədər də, mən də baxıram, bax orada telefonuma hələ də mesajlar gəlir ki, bu Qurban Bayramı ilə bağlı mənim fikirlərimi öyrənmək istəyirlər. Mən ümumiyyətlə, bu dini məsələlərlə bağlı həmişə kənar gəzmişəm belə şeylərdən istəməmişəm. Çünki hər adam hər sözü doğru düzgün başa düşə bilmir. Amma fikirlərimi öyrənmək üçün bilmirəm, bilərəkdən bunu eləyirlər, kimsə görə mənim düşüncəmi öyrənmək istəyirlər, görə mən vaxtda nəsə danışa bilərəm, bilmərəm və yaxud da ki, həqiqətən də insanların maraqları var mənim fikrimə görə. Ona görə mən çox düşündüm, daşındım və qərar verdim ki, bu günləri mən danışım bu barədə. Bir qısa, bir lakonik şəkildə fikrimi bildirəcəm. Əziz dostlar, bilirsiniz ki, bu dində, yəni bu tarixdir, tarix belə yazılıb. Bizim nəyəsə inanıb, nəyəsə inanmamağımız əhəmiyyət kəsb eləmir. Olan budur və şəxsən mənim danışdıqlarım, mənim şəxsi subyektiv fikirlərimdir. Yəni, mənim dediklərim qanun deyil. Bu mənim şəxsi subyektiv fikirlərim olacaq. Əziz dostlar, bu Qurban Bayramı münasibətlə əvvəla hər birinizi təbrik edirəm. Çünki mənim üçün həqiqətən də bu Qurban Bayramı hesab olunur. İndi o da izah edəcəm nəyə görə. Bilirsiniz ki, bu məsələ hələ bir 3000-4000 il bundan əvvələ gedib söykənir. İbrahim Peyğəmbərə, müsəlmanlara görə İbrahim Peyğəmbər oğlu İsmaili aparır qurban verməyə, xristiyanlara görə isə, yahudilərə görə isə İsakı. Əziz dostlar, belə rəvayət olunur ki, İbrahim Peyğəmbər yatır yuxusunda görür ki, yəni Allah buna evlad vermir, İbrahim Peyğəmbərə. Bu Allah'dan istəyir ki, Allah'a deyir ki, mənə bir oğul ver, evlad ver, mən onu sənin yolunda qurban verəcəm, yəni kəsəcəm. İndi çoxlarınız bilmir bunu, qoy mən deyim biləsiniz ki, indi bu qədim tarixi kitablarda yazır, göstərir ki, bu fakt olub bu, yəni insan qurban vermək, insanları kəsirdilər. Allah yolunda insanları kəsirdilər. Bu insan qurban vermə məsələləri hələ 3000-4000 il bundan qabağa dayanır. Ona görə də İbrahim ona istinad eləyib, deyir ki, Allah mənə bir oğul ver, onu mən kəsəcəm sənin yolunda. İbrahim yatır, yuxusunda görür ki, bu oğlunu, bunun oğlu olur, böyüyür və oğluna deyir ki, səni aparıb mən söz vermişəm Allaha, qurban kəsəcəm, oğlu da buna razılaşır, aparır kəsməyə, kəsəndə böyrən bir qoç Allah göndərir, deyir uşağı kəsmə, qoçu kəs, bu minvanla da qoçu kəsir və beləliklə bu yuxudan ayılır. Yuxudan oyanandan sonra belə rəvayət olunur, əslində bu rəvayətdir ki, İbrahim oğlun götürür, müsəlmanlar yenə təkrar edirəm, İsmail deyirdi, yahudilər İsakı deyir. İndi müsəlmanlar da İsmaili deyirlər ki, yahudilərə acıq olsun deyə İsmail deyirlər, Həcərdən olan oğlu. Ən sevimli oğludur bunun. Demək, bu götürür, bunu həqiqətən də aparır, oğluna deyir, yuxudan durur və oğul da buna razılaşır, aparır kəsməyə. Əgər bu yuxudursa, bu yuxudur sadəcə olaraq. Yuxu. Yəni bu yuxu ilə bağlı, bu boyda, yəni az qalıblar ki, bunu din adlandırırsa, bunun dinlə heç bir dəxli yoxdur. Nə Yahudi dini ilə, Xristiyan dini ümumiyyətlə qurban kəsmir, Yahudilər kəsir qurbanı.
nə Yahudi dinindən, nə Müsəlman dinindən bu yuxudur, bu qəbul olunur və onların müqəddəs kitablarında yoxdur. Nə Tövratda var, nə də ki Quranda var. Ki məcbur olunsun kiminsə boynuna ki bu Allahın istəyidir, sən gedib qurban kəsməlisən. İndi bunun nəyi bayram olur? Bayram bilirsinizmi bu niyə görə qeyd olunur? Demək, qoy mən onu da deyim. Onu da deyim ki, əgər İbrahim ən sevdiyi oğlunu aparıb başın kəsirsə bunun bu, başın kəsirsə, o adam dəlidir bu zaten. Bundan peyğəmbər olmaz ki. Uşağının başını aparıb kəsən adam nə ola bilər ki? Yəni, siz elə bilmin ki, İbrahim qeyri-adi, nə bilim nə, İbrahim də insan idi. İbrahimin də içində sevgi hissləri var idi. Hələ də evladı olmurdu. Allah sonra ona evlad verir. Sonra aparır evladın başını kəsməyə. O evladın başını aparıb kəsən adam zaten dəlidir, ondan peyğəmbər olmaz. Demək, bu yuxuydu da, bu yuxunu gətirib buna qədər şişirtməzlər. İndi deyə bilərsiniz, niyə görə bu günə qədər bayram kimi qeyd olunur bu? Ona görə bayram kimi qeyd olunur ki, İbrahim insan qurban vermək var, baş kəsirdilər. İnsan qurban verməyin kökünü kəsdi. İnsan əvəzinə heyvanlar başladılar qurban verilməyə İbrahimin bu olayından sonra. İbrahimin bu yuxusundan sonra. Yoxsa hamı gedib uşağın kəsirdi, biri nə bilim dədəsini kəsirdi, biri nə bilim qardaşını aparıb kəsirdi. İnsan tarixi bilənlər bilir, baxsız görəcəksə o vaxtdan insan qurban verirlərdi. Yox, heyvan yox. Məhz İbrahimin bu hərəkətindən sonra insan qurban vermələrə son verildi. Bəli, bu bayram idi. Bu nəinki İslam üçün bayramdır. Bu bütün bəşəriyyətin bayramı idi. Bu bütün bəşəriyyətin qalibiyyətidir. İbrahimin bu hərəkəti. İbrahimin bu yuxusu. Və yuxudan o yana deyil bu. Bu yuxudan o tərəfə deyil. Bu günləri deyir, çoxları bilmir. Mən bunu bilirsin nəyə görə deyirəm. Yəni bu qurban bayramı deyəndə bu heyvan aparıb kəsirsiniz falan edirsiniz. Bunu siz biləsiniz nəyə görə kəsilir bu. Nəyə görə kəsilir? Burada heç bir ilahilik yoxdur. Heç bir ilahilik yoxdur. Bəs bu İbrahim və İbrahim kimi insanların cəmiyyət arasında seçilməyi və 3000 il, 5000 illik insanların qəlbində bu İbrahimin yaşamağı nə ilə bağlıdır? İnsan qurban verməyin qarşısını aldı. Bax, sizə bir sözdür. Məhəmməd Peyğəmbərin də dövründə bilirsiniz ki, qız uşaqlarını diri-diri bastırırdılar. Məhəmməd Peyğəmbər gəldi, dedi ki, Məhəmməd dedi ki, cənnət ananın ayaqları altındadır. Sonra qız uşaqlarının diri-diri bastırılmanın qarşısı alındı. Bunlar hər birisinin bir missiyası olub, yerinə yetiriblər. Ona görə də tarixdə qalıblar. Məhz bu qurban bayramı, bayram kimi qeyd olunmağının əsas səbəbi, yenə təkrar edirəm, İbrahimin insan qurbanlarının, qurban verilməyinin o qanun var idi ki, onun qarşısını aldı, əvəzində qoyun kəsilir, qurban verilir. Amma bunu ilahiləşdirmək, bundan bəzi dindarlar deyim, mollalar mı deyim, bundan sui-istifadə etmək, bunu gətirib insanların başını, beynini xarab eləmək, ilahiləşdirmək, bunu nə bilim, İslam dini, Quranda, Quran-ı Kərimdə, Yahudilərin dini, Tövratda, Xristiyanların dini, İncildə bitib. Ondan sonrakılar hamısı nağıldır, quramalardır, qondarmalardır. O peyğəmbərlər ki, adların saydım indi müqəddəs kitablar, o peyğəmbərlərin heç biri o kitabları görməyiblər. Məhəmməd peyğəmbər, Məhəmməd özü Quran-ı Kərimi görməyib, nə də Quran-ı Kərimi yazmayıb, nə də Quran-ı Kərimdə Məhəmmədin namaz qılıb qılmamağı nə də bilinmir.
Quran-ı Kərim Əməvilərin vaxtında yazılıb. Deyirlər Osmanın vaxtında olub. Osmanın da vaxtında olmayıb. Osman da görməyib onu. Tövratı deyirsiniz. Musa Peyğəmbər. Musa Peyğəmbər Tövratı görməyib. Musa Peyğəmbər Tövratı yazmayıb. İsa Peyğəmbər İncili görməyib, İncili yazmayıb. Bunlar hamısı ondan sonra yazılanlardır və insanları müəyyən qədər hansısa öz təbirləricə yola qoymaqdan ötürü bir çoxları onların islah etməkdən ötürü hətta İslam dinində var, hədislərdə deyilən şeylər var. Yəni bunlar insanları tərbiyə etmək üçündür, doğru yola çəkmək üçündür. Bunu ilahiləşdirib dinə qatmaq lazım deyil, din başqa şeydir. İslam dini bilirsiniz nədir? Əynində əba, saqqal, başında araqçın, əlində aftaba. İslam dini bu deyil. İslam dini, oxuyun, mən dəfələrlə Quran-ı Kərim oxumuşam. İslam dini əxlaqdır, əxlaq normalarıdır. İslam dini elmdir. İslam dini əxlaqlı olmağa çağırır, insanları elmli olmağa çağırır. Amma bizdə İslam dinini başa düşənlər qara çıxa, üzündə saqqal, başında araqçın, əlində haftağa, ayağında qaloş, bu müsəlmandır. Xeyr, bunun müsəlmançılığa heç bir ilgisi yoxdur, əlaqəsi yoxdur. Eyni zamanda da digər dinləri, bəli, Peyğəmbərlər o vaxtı bütün bu missiyalarını öz yerlərinə yetirdilər. Amma çox təəssüflər olsun ki, heç bir din bugünkü günümüzdə o deyilənlər kimi əməl olunmur. Və bunların hamısına da, baxın, kimlər səndə nəsə yazacaqlar orada, nəsə pozacaqlar, mən doğrunu, düzgünü deyirəm. Deyirsiniz ki, Allahın kitabıdır da bu. 3 kitabın üçünə də Allahın kitabı deyilir. Kim deyir bunu? Allahla kim söhbət eləyir? Kim danışır? Yaxşı, Allahın kitabıdırsa, üstünə niyə İncil yazırsınız ki? Niyə Tövrat yazırsınız? Niyə Quran-ı Kərim yazırsınız? Yazın Allahın kitabı. Yaza bilərsinizmi? Yaza bilmərsiniz. Çünki Allahın kitabı deyir o, nə də Məhəmmədin kitabı deyir o. Məhəmmədin də xəbəri yoxdur ondan. İsus Xristosun da xəbəri yoxdur İncildə. Musanın da xəbəri yoxdur Tövratdan. Ona görə də heç kimin inancına biz heç bir şey demirik. Sadəcə olaraq bir inanca inananda, bir onu riayət eləyəndə doğru, dürüst anlayıb lazımdır ibadət eləmək. Qara güruhla deyil. Bəli, İbrahim Peyğəmbər bəşəriyyət üçün böyük bir iş gördü. Bəlkə də bizində onu heç kim garanti eləyə bilməz, deyə bilməz. Bəlkə də günümüzə qədər adam kəsib qurban verirdilər. İbrahim Peyğəmbər o yuxusunu görməsiydi. Amma İbrahimin yuxusun durub mollalar deyir və yaxud da digər adamlar deyir ki, bu həyatda olub. Amma necə ola bilər insan gedə sevimli uşağını, oğlan uşağının başını kəsə? Bu adam dəlidir ki, baş tatmır ki, bundan Peyğəmbər olar. İndi siz onu bəzi adama ilahiləşdirir ki, güya İbrahim bəs onun Peyğəmbərliyi elə ondadır da. Deyirəm nəydədir? Bir elə ondadır ki, uşağının başını kəsə. Uşağın Peyğəmbər baş kəsə, dində, hansı dində zorakılıq var? Hansı Allah istəyər ki, ata evladın başını kəssin? Hansı Allah istəyər? Xristiyanın mı Allah istəyər? Yahudinin mi, müsəlmanındır? Allah da birdir. Hamının Allahı birdir. Allah istəyərmi ki, insanın başı kəsilsin? Bunlar hamısı nağıldır. Əziz dostlar, bunu uzatmaq olar, saatlarla danışmaq olar. Mən qısa lakonik şəkildə dedim, özə loru dildə, cəmiyyət dilində danışdım ki, əsas budur ki, bu cəmiyyət dilində danışırsan ki, cəmiyyətin o savadsız kütlə var, insanlar var ki, onlar bunu başa düşsünlər. Və bugün Qurban Bayramını qeyd eləməyinin mənasını başa düşsünlər.
qurbanın əhəmiyyətini başa düşsünlər. Qurban bayramı, yenə təkrarlam sonuncu dəfə, Qurban bayramı Quran-ı Kərimdə yazılmayıb, Tövratda yazılmayıb. Orada məcburi insanların boynuna qoyulmayıb ki, indiki mollalar deyim ki, sən qoyun kəsməlisən, qoç kəsməlisən. Gedirlər Məkkədə qurban deyirlər. Heyvanlar kəsirlər o vaxtı. Nəyə görə? Ona görə ki, yetim-yetimə paylamaqdan ötürü. Az qarınlar doysun, ət yesin. Ona görə də bu günləri də Məkkəni ziyarətə gedənlər orada qurban kəsirlər, ət kəsirlər. Halbuki o ətləri də oranın Şadiyan kralı özü üçün necə deyərlər, basıb yeyir. Heç verilmir də ora burada. Yəni, bax, vəziyyət belədir. İbrahim Peyğəmbər o yuxusun görməklə və yuxudan durandan sonra onu açıqlamaqla bütün cəmiyyətə bəşəriyyəti həmin o bəladan xilas etdi və ona görə də bugün həmin o bayram qeyd edilir. Çox sağ olun, bu mənim yenə deyirəm, şəxsi subyektiv fikrim idi. Mən buna danışanda da elə belə danışmıram. Bütün o tarixi sənədlərə əsaslanıb danışdım mən bunu. Çox sağ olun, gecəniz xeyrə qalsın, Qurban bayramınız bir daha mübarək olsun.